onların tərkibində 8-10% kofe var. Onların tərkibinin çox böyük bir hissəsi şəkərdən ibarətdir. Şəkər. Bəzi hissələri emulqatorlardan ibarətdir. Bəzi hissəsi, belə deyim ki, margarin yağdan ibarətdir və quru süddən ibarətdir. Bax, bu saydıqlarım təxmini olaraq həmin o kofenin 92 və 90%-lərini əhatə edir saydıqlarım. Qalan 8%, 10% və həll olan kofe. Cəmi 100 qramına içində 8 qram, 10 qram həmin o kofedən var. Yəni, siz buna necə kofe deyə bilirsiniz, mən doğrudan şoka düşürəm. Bir məhsulun tərkibində 8 qram kofe varsa da, qalan 92 qramı şəkərdən, yağdan, emulqatorlardan, quru süddən ibarətdirsə də, siz ona hansı, necə kofe deyə bilərsiniz? Mən dediyim sözlərin üzərindəyəm, arxasındayım. Siz sadəcə içdiyiniz, yediyiniz məhsulların arxasında deyilsiniz. Yəni, arxasını oxumursunuz, tərkibini oxumursunuz. Götürürsünüz, alırsınız, içirsiniz. Amma onun tərkibini oxusaz, onun kofe olmadığının o qədər fərqinə vararsınız ki, amma oxumursunuz. Mən oxuyuram.